Salam müəllim, sabahınız xeyir. Deməli, bu yeni gəlin qərara görə ancaq portal evdə azad formada Azərbaycan Respublika vətəndaşları ancaq digital loqin ilə daxil ola biləcəklər. Və mən də belə baxdım ki, bütün valideynlərə bir sima açdırmaq yerinə mən belə bir qərar var ki, valideyni bir dəfə sima açıb bizə siması verəcək və daha sonra biz həmin valideyni axtarmayacağıq ki, sənin bizə siman lazımdır. Bəs necə edəcəyik? Yəni biz bu valideyni giriş açarı yaradacağıq. Bu giriş açarı nətər yaradılır? İlk öncə biz valideynin siması ilə bir dəfə giriş edəcəyik. Valideynin siması ilə bir dəfə giriş eləyək. Təsdiqləndi. İndi biz bu cür formada gördünüz, mən bir dəfə bu valideynin siması ilə girdim. İndi mən öz simamı istifadə elədim. Amma biz burada əsasən bir dəfə mən öz simamla burada daxil oldum. Amma ikinci dəfə mən burada məsələn girdik mənim hesabıma sima ilə. İndi biz buradan girib müsabiqəyə qeydət elədik uşağı. Biz buradan müsabiqəyə uşaq qeydət edəndən sonra təzədən gərək bir də mənim simam yenidən lazım olar ki, biz bu uşağın buraxılış vərəqəsini çap eləyək və yaxud da ki, biz girək bu deməli uşağın keçib-keçmədiyini öyrənmək üçün yenə də bizə lazım olacaq mənim simam. Amma müəllim biz burada heç bir çətinlik çəkmədən mənim simamı yenidən əldə edə bilərik. Nətər? Yəni giriş açarı yaradacağıq. Mən giriş açarı yazmaq üçün ilk öncə MyGov aza daxil oluruq. MyGov azdan daxil olub basırıq və bir dəfə həmin valideynin siması ilə biz bura daxil oluruq. Daha sonra həmin valideynin MyGov ID hesabına daxil oluruq. Bu cür formada gördünüz, mənim artıq buradan ID-m gəldi. Aysima Şairli, xoş gəldin. Buradan mənim təhlükəsizlik bölməsinin giriş açarı yaradırıq. Buradan giriş açarını biz indi bir dəfə yaratmışdım, indi onu silirəm. Biz buradan yeni bir giriş açarı yaradırıq və məsələn buradan valideynin adını, soyadını yazırıq ki, biz daha sonra valideyni tanıya bilək. Mən öz adımı yazdım ki, Aysima Şairli əlavə et. Daha sonra burada mən öz e-mailimi əlavə edirəm və yeni bu cür formada bir də kompüterin əgər şifrəsi varsa kompüterin şifrəsini də yazırıq. Bu qədər. Artıq mənim giriş üçün bu cür formada giriş açarım yaradıldı. İndi mən artıq bu hesabımdan çıxdım. İndi məsələn mənim də ID-m yoxdur. Çıxışı da verirəm. İndi mən artıq yenidən buradan müəllim valideynin simasını axtarmırıq. Artıq giriş açarını öz e-mailimizdə yaratdığımız üçün bir dənə digital logindən digər üsullardan simanı seçmirik. Artıq biz buradan gəlirik identifikasiya nömrəsini seçirik. Biz buradan identifikasiya nömrəsini seçdikdən sonra giriş açarı ilə daxil ol düyməsini vururuq. Daha sonra buradan əvvəlcədən yaratdığımız, indi baxın mən bayaq yaratmışdım, Aysima Şairli. Biz buradan artıq bu valideynin adına əlavə vurub kompüterin kodunu yazdıqdan sonra artıq bizə valideynin siması lazım olmadan biz bu cür formada həmin valideynin bizdə valideynin siması yanımızda olmadan valideynə yaratdığımız giriş açarı vasitəsilə biz bu cür formada artıq valideynin portalına daxil olaraq nəticəyə və s. baxa bilərik. Amma düzdür, bu da biraz çətindir. Niyə? Çünki biz buna görə də bir dəfə əlavə olaraq valideynin siması lazım olacaq. Bizə ki, valideynin simasını açacaq və bizə verəcək. Və biz də artıq bir dəfə valideynin simasından istifadə edərək bir neçə dəfə yalnızca bizdə həmin o e-mail olmaqla, həmin o e-mailin yaddaşına vurmaqla həmin valideynin koduna baxa bilərik. Yəni, koduna baxa bilərik deyəndə artıq biz həmin valideynin siması ilə siması yanımızda olmadan biz onun adına bu cür formada girib uşaq qeydət eləyə bilərik.